Buradan sonra xəttlər neytral xətt neytral şinaya, faza xətti avtomatlara qoşulur. Avtomatlara gələn faza xətti ya kabellə ardıcıl birləşdirilir, ya da xüsusi paylayıcı şinlə, buna Grebenko şinası deyirlər. Bu şina ilə qoşulur. Bu hissəyə qədər, yəni girişdən avtomatlara qədər kabelin qalınlığı dəyişmir. 6-10 mm arasında. Artıq çıxışda, yəni otaqlara, elektrik yuvalarına, işıqlarına gedən xəttlər istifadə olunmasına uyğun seçilir. İndi gəldik evin işıq sisteminə. Burada bir sual çıxır. Bütün işıqları bir avtomata qoşaq, yoxsa otaqları ayrı-ayrı ayıraq? Tövsiyə olunan isə ən azı 2 qrup etməkdir. Bir qrup yataq otaqları və dəhliz, digər qruplar mətbəx və zal. Belə olanda həm təhlükəsizlik, həm də rahatçılıq təmin olunur. Kabelimiz 1.5 mm mis kabel, avtomatımız B10 və ya C10 tipli. Buradan yeni bir xətt, torpaqlanma xətti dövrəyə qoşulur. Torpaqlanma xətti heç bir elektrik avtomatından keçmir, birbaşa torpağa gedir. Şinadan elektrik yuvalarına, işıqlara gedən torpaqlanma xətti isə faza ilə eyni qalınlıqda olmalıdır. Evdə ən çox yük elektrik yuvalarından keçir. Soyuducu, televizor, toz soğuran, elektrik sobası və s. Ona görə də elektrik yuvalarının xəttləri işıqlandırma xəttindən daha qalın olmalıdır. Burada elektrik yuvalarının xəttlərini 3 hissəyə bölmək daha məsləhətlidir.